Salam dostlar. Bugünkü vlogda sizə noyabrın 24-ü Xankəndi və Xocalı ərazisinə etdiyim səfərlə bağlı öz təəssüratlarımı bölüşəcəm. Açığı bu ərazilər çoxdan getmək istirdim, lakin işimlə əlaqədar bu səfər mənə nəsib oldu ki, bu fürsəti qazandım. Bakıdan axşam saat çıxmışdıq yola. Yol boyu musiqiyə qulaq asdıq, xoş söhbətlər etdik və səyahətin dadını çıxardıq. Yol üstü Kürdəmirdə bir kafede dayandım. Marketten cipsi falan aldım və sonra yola yenidən davam edim. Axşam radələri idi, Xankəndiyə çatmışdıq. Bir dənə köhnə erməni uşaq bağçası idi. Biz orada qalardıq və ev tamamilə, sizə necə deyim, yəni güvənli və rahat ev idi. Otaqlar gəzirdim, birdən gözümə bir piano sataşdı, qara rəngli bir piano idi və ermənilərdən qalma bir piano idi. Belorusiya istehsalı idi. Yəqin ki, illərin xatirəsi orada qalıb. Gecə Xankəndinin həmçinin mənzərəsini çəkdim. Çox gözəldir, həqiqətən Xankəndinin havası və üstəlik çox soyuqdur. Səhəri gün sübh çağı isə çəkiliş apardım. Səhər havasını çəkməyə və sizinlə bölüşmək üçün. Hava o təmiz idi ki, açığı 22 il mən Bakıda yaşayıram. Yəni Bakının havasına öyrəşmiş birisi kimi bu təmizliyə uyğunlaşmaq çox çətin idi həqiqətən də. Mənzərə insana həm də valeh edirdi. Hər gördüyüm milliyenti alırdım ki, siz də o gözəlliyi hiss edə biləsiniz. Videoda Xankəndi və Şuşa yolunu çəkdim, lakin telefonun keyfiyyəti, çəkiliş keyfiyyəti o qədər yaxşı olmadığım üçün yəni tam şəkildə, aydın şəkildə görsənmirdi. Amma çəkim sizinlə bölüşmək istədim. Şuşa Xankəndi yolu. Uzaqdan görsənirdi, ancaq ki, bazardan qədər sizin üçün video çəkdim. Ertəsi gün Xocalıya getdik. Yol üstündə bir ərazi var, təpəlik vardı. Orada Xocalı soyqırımı yaşandığı ərazi idi. Açığı mən bunun məlumatım yoxdur. İş yoldaşım mənə məlumat vermişdi. Bunu desəm adam içində biraz qəribə sızıntı olur. Yəni ki, o ərazilərə insanlar, yəni özümdən danışım, mən o əraziyə uyğunlaşa bilmədim. İşlədiyimiz ərazidə fasilə zamanı kiçik bir gölə yaxınlaşdım orada. İnsanlar balıq tuturdu, pedallı qayaqlarla gəzintiyə çıxardılar. Mənzərə inanılmaz və çox sakit idi, gözəl idi. Sonra işlədiyim yerin yaxınlığında bir dənə ermənilərdən qalma evə yaxınlaşdım. Ermənilərin tərk etdiyi evə. Evə daxil oldum və sizə göstərmək üçün video çəkdim ki, ermənilərin buradan tərk edərkən evləri bu günə qoyduqlarını. Ev çox bərbad vəziyyətdə idi və içərdən kəskin üfunət hissi gəlirdi həqiqətən də. Ən gülməsi o idi ki, içəri daxil olan zaman unitaz yerində qalmışdı. Dedim, ay Allah, bunlar hər şeyi apardılar. Bunu necə unutdular. Digər otaqlarda erməni əşyalarına falan baxanda bir dənə erməni siqareti qarşıma çıxdı. Adı isə Armada idi, erməni istehsalı idi. Sonra boş bir bankalar idi. İçində bilmirəm, liço idi mi, yoxsa tomat pastası idi mi? Nə olduğunu tam anlamadım. Sonra kitab fason bir şey tapdım. Bir dənə kişi şəkli idi, kitab fason. Tam aydınlaşdırmadım bu nə olan şeydir. Sonra elə otaqdan təzə çıxırdım, gəzim, ofis otağa daxil olanda iş yoldaşım mənə səslədi və çönüb baxanda gördüm erməni gözəliyi, erməni qadınına aid olan bir gözəliyi idi. Yəni ki, açığı oranı gəzəndə mən bir dənə bir şeyin şahidi oldum ki, bunlar tərk etdiyi evlərin əksəriyyətində ermənilərin qadınların alt paltarları və gözəllikləri qalıbdı. Yəni onları qoyub qaçıblar, heç onlara bir aparmayıblar. Hər şeyin darmadağın ediblər də bunlar. Başqa bir otağa keçəndə orada bir dənə erməni kitabı tapdım. Açığı mən başım çıxmadı erməni dilinə. Dostumdan soruşdum, o mənə bildirir ki, bu kitabın üstünə yazılıb ki, Tom Sawyer'in macəraları kitabıdır. Və onu erməncə bilmədiyim üçün dostumdan soruşdum mənasını. Sonra iş fasiləmi bitəndən sonra evi tərk edib işimə qayıtdım. Bir müddət sonra ərazidə erməni hərbi papağını tapdım, qalın qış üçün olan papaqlardan. Yəqin hansısa vazgeçin qasanda bunu da qoyub qaçıb. Onların artıq adəti belədir. Bakıya dönməyim az qalmış, Xocalı aeroportunda lent aldım. Hava biraz dumanlı idi, telefon da zəif çəkirdi. Amma yenə də görüntünü əldə edə bildim. Düzü, hər addımda içimdə bir narahatlıq vardı. Çünki Xocalı faciəsi ərazisində qalmaq adamın sözünün həqiqi mənasını sarsıdırdı. Sonra axşam yəni Xankəndidən Bakıya qayıtma ərəfəsində Xankəndidə Qayıdış kafe adlı bir yeməkxanada
kollektivlə nahar elədik. Xankəndin soyuq gecəsini mən son dəfə video çəkdim. Həm mənzərəsini, həm də soyuq gecəsini. Oranın həm gecəsi, həm də səhər doğrudan da həqiqətən də buz kimi olur. Yəni inanın Allaha, oranın mənzərəsi çox gözəldir. Ümid edirəm videomu bəyəndiniz. Bəyənməyi və səhifəni izləməyi unutmayın.